Dostlar, Azərbaycan notebook qiymətlərindən xəbəriniz varmı bilmirəm, amma bu dövrdə uyğun qiymətə yaxşı bir notebook tapmaq çox çətindir. Bizdə bugün nisbətən uyğun qiymətə satılan elə bu IdeaPad Slim 3 15ARH8 modelinin A7 prosesorlu modelinə göz gəzdirəcəyik və onu da deyim ki, bu videoda notebookun ən əsas xüsusiyyətlərini sizə deyəcəyim. Yəni xırda şeyləri boş keçəcəyim. Hazırsanız gəlin başlayaq. Əvvəlcə ən əsas olan qiymətdən başlamaq istəyirəm dostlar. Siz bunu elan saytlarından 999 manata zəmanətli bir şəkildə kiçik mağazalardan əldə edə bilərsiniz və eyni zamanda kiçik mağazalardan aldığınızda çox vaxt həm Windows quruşdurulması pulsuz olur, həm notebookun çantası hədiyyə olunur, həm də simsiz siçan hədiyyə olunur. Amma böyük filiallardan məsələn aldığınızda həm 999 manatlıq bir şey, yəni deyək 1000 manatlıq bir şeyi daha baha satırlar və Windows quraşdırılması üçün ayrıca böyük bir pul tələb edirlər və heç bir şey hədiyyədə vermirlər. Və beləliklə 1000 manatlıq bir şeyi 1500 manata alırsınız. Buna görə də baxın, ciddi deyirəm, gedirsiniz, elan saytlarından araşdırma edirsiniz, Tapaz olar, Lalafaz olar. Burada kiçik mağazalar həmişə özünü, elanlarını yüksəklərə qoymaq istəyirlər. Gedirsiniz, bu kompüterin 999 manatlıq olan versiyasını tapırsınız, 16512 versiyasını alırsınız və birazdan danışacaqlarıma sahib olursunuz. Cihazın xarici görünüşünə baxdıqda biz tam mat və gümüşü rəngdə rəsmi adı ilə Arctic Grey olan bir korpus qarşılayır. Material keyfiyyəti plastikdən hazırlanmasına baxmayaraq çox da barmaq izi ümumiyyətlə buraxmır və keyfiyyətli hiss olunur. Cihazın çəkisi cəmi 1.62 kiloqramdır. Yəni öz sinfinə görə çox incə və yüngüldür. Bağlantı portlarına gəldikdə sol tərəfdə adapter girişi, bir ədəd USB 3.2 HDMI portu və bizim üçün çox vacib olan USB-C portu yerləşir. Sağ tərəfdə isə daha bir ədəd USB portu, CD kart oxuyucu və qulaqlıq girişi var. Simsiz əlaqə tərəfində isə daxili sürətli Wi-Fi 6 və Bluetooth dəstəyi mövcuddur. Bu i7'li model qlobal bazarda əksərin 300 nit parlaqlıq olan canlı IPS ekranına gəlir. Amma elan saytlarından notebook alanda satıcıdan mütləq IPS olub olmadığını dəqiqləşdirin. Çünki bəzi ölkələrin variantlarında bunu ucuz və solğun TN panel edirlər. Mat örtüyü sayəsində işıqlı otaqlarda gözü yorulur və rənglər olduqca canlıdır. IPS modeli aldığımız zaman TN modullər inanın dostlar o qədər də sərf etmir. Amma oyuncuların mütləq bilməli olduğu əsas məsələ budur ki, bu ekran standart 60 Hz tezliyə malikdir. Yəni cihazın daxili gücü nə qədər yüksək olsa da, ekranda gaming notebooklarındakı kimi 120 və ya 144 Hz yaxacılığı gözləməyin. Ekranın tam yuxarısında onlayn dərslər üçün 1080p Full HD kamera və onun mexaniki gizlilik pərdəsi yer alıb. Biraz da prosesor gücündən danışaq. 999 manata əsl canavara çevirən daxili güclə bu modelin ürəyi 13-cü nəsil Intel Core i7-1355U prosesordur. Ümumiyyətlə dostlar, harada U hərfi gördünüz, onu bilin ki, bu batariyayı yəni az sərf edən notebooklardır. Amma axırında H varsa, bu zamanda bu ümumiyyətlə çox güc sərf edən notebooklardır. Amma ki, məsəl üçün bir gaming kompüteri istəyirsinizsə, onda bu H-ları nəzərə alın, çünki onda performans çox yuxarı olur. Bizim bu prosesor daxilinə tam 10 nüvə və 12 axın ilə işləyir. Ağır işlərdə tezliyini tam 5.2 GHz-ə qədər qaldıra bilir. Ən böyük üstünlük isə yaddaşıdır. Cihazda tam 16 GB RAM var və texnologiya sürətli LPDDR5-dir. Bu RAM sürəti və həcmi testlər, ağır prosesor işləri və montaj proqramları üçün bizə ən azı 7-8 il deməyək, 5-6 il rahat tam bəs edəcək. Daimi yaddaşı kimi isə daxil çox sürətli 512 GB NVMe SSD yerləşdirilib və bu da səhv etmirəmsə 1 TB-a qədər qaldırmaq mümkündür. Bəs bu qədər güclü A7 prosesoru bu incə korpusda qızırmı? Gəlin soyutma sisteminə baxaq. Cihazın altında böyük hava soğurma barmaqlıqları var və isti hava ekranın alt hissəsinin xarici ötürür. Gündəlik işlərdə dərs oxuyanda və ya film izləyəndə notebook tamamilə səssiz işlər və normal temperaturlarda qalır. Ağır oyun və render testlərinə saldıqda isə soyutma sistemi tam gücü ilə fırlanmağa başlayır. Bəli, cihaz biraz qızır, amma prosesor öz tezliyini çox aşağı salmır və performansı sabit saxlaya bilir. Bəs bu sistem reallıqda nə qədər zayatka saxlayır? Cihazın daxilində ultra az enerji sərf edən prosesor olduğu üçün normal işlərdə, dərslərdə və ya film izləyəndə bu batarya sizə rahat 5-6 saat bir istifadə ömrü verir. Amma 5-6 saat laboratoriya testləri olduğu üçün siz
minimum deyirəm 4-5 saat gözləyin. Cihazın ən böyük gizli rahatlığı onun Type-C portunun Power Delivery dəstəkləməsidir. Yəni siz evdən çıxan notebook ağır adətlərini daşımadan telefonunuzun sürətli və güclü şarj başlığı ilə də bu cihazı çox rahatlıqla doldura bilərsiniz. Bu daşıma baxımından da əla üstünlükdür. Biraz da gamerlər üçün danışaq. Sonda gəldik hamının gözləndiyi performans testlərinə. Cihazda daxili Intel Iris Xe Graphics video kartı var. Bu qrafika sayəsində Capcut proqramında videolarınızı 1080p ölçüdə heç bir donma olmadan montaj edib render edə bilərsiniz. Oyun tərəfində isə GTA 5 oyununda normal qrafikada sabit 60 FPS görə bilərsiniz. Eyni ilə PUBG Mobile kimi qlobal bir oyunda da emulator qrafikini tənzimləyərək yenə 60 FPS sabit oynaya bilərsiniz. Amma unutmayın, bu bir gamer kompüteri deyil dostlar. Daha çox iş və təhsil üçün yararlıdır. Yəni siz bu əgər kompüteri nə qədər çox yorsaz və ya xalça üstündə işinizi görsəz, kompüter bir o qədər yorulacaq və istismar müddəti də bir xeyli aşağı olacaq. Ümumiyyətlə siz kompüter aldıqda dostlar çalışın onu, yəni yuxarıda deməyim, yəni taxta üstündə, belə yerlərin üstündə istifadə edin ki, telefondakı o fan ümumiyyətlə nəfəs alsın. Yekun olaraq 1000 manat büdcə ilə həm i7 prosesorlu, həm IPS ekranlı, həm də 16 GB RAM istəyirsə, bu Lenovo IdeaPad Slim 3 variantı verdiyiniz hər qəpiyə mənə görə tam dəyər. Çünki bu qiymətə, yəni yaxşı bir kompüter tapmaq, yəni kompüter deyildən notebook tapmaq ümumiyyətlə çox çətindir. Və bunun i7 versiyalı olmasına fikir verin. Çünki bəziləri i5 prosesorlarını sizə satmağa çalışacaqlar. Amma ki siz i7 olduğuna və IPS paneli olduğuna diqqət yetirin. Və sonda məsləhətim odur ki dostlar, bu notebooku təhsil və ofis işləri üçün etməyiniz mənə görə daha yaxşıdır. Sadəcə işlərdən sonra biraz yoruldu dedi, bir dənə bir GTA 5 saat oynayım deyirsinizsə, onda bu GTA 5 saat üçün yaxşı bir notebookdur. Amma belə AAA oyunları bu oyunda oynamağını gözlərsinizsə, gözləməyin. Onun əvəzinə gedib gamer kompüter almaq məncə daha yaxşıdır. Amma gamer kompüterlərin ən böyük xüsusiyyətini sizə deyim, batariyası əldə yaxşı saxlamırlar. Yəni həqiqətən dərsiniz üçün uyğun qiymətli bir Windows kompüter axtarırsınızsa, Lenovo IdeaPad Slim 3 15ARH8-in i7 prosesorlu versiyası həqiqətən də almağa dəyər. Bugünlük məndən bu qədər dostlar. Suallarınızı şərhlərə yazmağı unutmayın. Bəs siz bu kompüterə bu pulu verərdiniz, yoxsa gedib böyük villalardan 1600-1700 manata yenə eyni şeyi almağa gedərsiniz? Sağ olun, salamat qalın, kanala abunə olmağı və videoya like atmayı unutmayın.